alnınızda qırışlarınız var. Full botoks eləsəz çox qəşəng görsənəcəksiniz. Heç vaxt eləməmisiniz, düzdür? Neçə yaşdır? 45. 45. Üzünüzün bu kızartısı, bu yəqin ki sizdə razıçı. Yox, ola bilsin ki, yox, o deyil. Eksperiment istifadə edirəm. Bu ləkələrə görə çox çillər çox böyümüşdü. Ona görə payız özüm öz başıma. Bəs yaxşı, bugün siz çıxanda çölə SPF sürtüb çıxmısınız? Əziz xanımlar, mən sizdən çox xahiş edirəm. Ev şəraitində özünüzə peeling etməyin. Peeling edib SPF də çəkməyib. Bugün də bu günəşli havada bütün üzünüz ləkə basacaq sizin. Olmayan ləkələr yaranacaq üzünüzdə. Eksperiment istifadə etməyim. Onsa etməsəm də belə üzümün yay gələn kimi başlayır böyümə. Qollarıma Başa düşürəm, amma hal-hazırda üzünüz bütün sizin qıpqırmızıdır. İçəridə hiss edirəm. Ya. Sizdə ləkə düşür, eləməyin belə şeylər. Ləkə salırsınız üzünüzə. SPF-dən də istifadə etməmisiniz, o da bir başqa şey. Onu dayandırıram. Mən sizə verirəm SPF-lər, evdə sürtərsiniz, baxarsınız hansı xoşunuza gəlsə, hansı dərinizə düşsə, Biodermanın da aptekdən ala bilərsiniz. Mən heç nə gətirmək istəmirəm, amma mənə dekabr ayının əvvəlində, yəni birindən sonra hansı gün təyin eləsin, mən gəlib full botoks üçün. Başda. Mən sizə yazıram, bunu verirəm, onu mən təyin eləməyəcəm. Özünüz zəng eləyərsiniz, hansı nömrədən yazılıb gəlmişsinizsə, o nömrədən özünüzə randevu alarsınız. Tamam. Mən sizə yazıram, sizə nələr olunmağı məsləhət görürəm. Seçim sizindir. 0,5 dodaq məsləhət görürəm. 0,5 çox dodaqlarınız büzüşdü, qırışdı. Yəni biraz fresh görsənsə daha qəşəng görsənəcəksiniz, xoşunuza gələcək. Burnunuzun ucuna heç nə eləyə bilməyəcəm. Yox. Onu düzəldə bilmərəm. Bir də dərinizə məsləhət görürəm. Ya bio elətdirin, ya 5 nöqtə elətdirin, ya mezo, ya da egzason. Bunlar hamısı eyni vaxtda olmalı yoxsa? Hamısına eyni. Yox, bu saydığım mezo, bio, egzason, bunlar dördü də eynidir. Eyni vaxtda elənməlidir. Hansını siz seçsəz. O da bu yazdıqdan əlavə, yəni bunları hansını seçsəm, birini seçərəm. Bəli. Mən siz daha ən yaxşı hansı mənə məsləhət olar? Mən olsa bir dənə ilə siz bitməyəcəksiniz. 5 nöqtədə yazıram sizə. Orada qiymət də yazıram. Büdcənizə hansı uyğun olsa ona da gələrsiniz. Egzasomu da yazıram. Hansına sizin büdcəniz uyğun olsa, yəni bu yazdıqlarımın hamısını bir gündə edə bilərəm. Bunu istəyərdim.